الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا وسندنا ومولانا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وتعاونوا على البر والتقوى ولا تعاونوا على الإثم والعدوان واتقوا الله إن الله شديد العقاب صدق الله العظيم. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun, həqiqətən Allahın əzabı şiddətlidir. Mübarək dinimiz İslam, Allahın insanlar üçün seçdiyi ən son və ən mükəmməl dindir. Dinimizin ən əhəmiyyətli xüsusiyyəti bütün insanlığı yaxşılığa, gözəlliyə, haqqa, ədalətə, sülhə və qardaşlığa çağırmasıdır. İslam təlimində bütün insanlar başlanğıçda eyni ata-anadan meydana gəlmələri səbəbilə böyük bir ailənin fərdləri kimi, möminlər də öz aralarında bir bədənin üzvləri kimi qiymətləndirilməkdədirlər. Bu vəziyyət birlikdə yaşamaq mədəniyyəti, ictimai dinçlik və sülhün təmini, köməkləşmə və həmrəylik kimi mövzularda çox əhəmiyyətli bir anlayış ortaya qoyur. Yardımlaşma və həmrəylik dinimizin əhəmiyyətlə üstündə durduğu xüsuslardan biridir. Çünki cəmiyyətdə dinçlik, sabitlik, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması insanların nizamlı çalışması ilə yanaşı birlik və bərabərlik içərisində yaşaması və köməkləşməsi ilə mümkündür. Quran-ı Kərim bizi yaxşılıq və təqvada bir-birimizə kömək etməyimiz, günah işləmək, intiqam almaq, düşmənçilik etmək, insan haqlarını tapdalamaq kimi məsələlərdə isə bir-birimizə kömək etməməyimiz və Allaha ehtiram göstərməyimiz barəsində xəbərdar etmiş, əks halda şiddətli əzaba düçar olacağımızı xəbər vermişdir. Quran-ı Kərimdə bizə bildirilən yaxşılıq bütün həyatımızı əhatə edən bir əxlaq formasıdır və bəzən deyil, bütün həyatımız boyunca tətbiq etməli olduğumuz bir ibadətdir. Saymaqla bitməyəcək qədər çox olan bu cür davranışları bir yarış ruhu içində yerinə yetirməyə çalışmalıyıq. Allah Teala üçün yaxşılıq edən, Allah Teala üçün maddi mənəvi kömək edən kimsənin mükafatını da heç şübhəsiz ki Allah Teala özü verəcəkdir. Yardımlaşmağımızın istənilən bir başqa mövzu da, taqvadır. Taqva anlayışı əvvəla Allaha qarşı gəlməkdən çəkinmək, onun əmr və qadağanlarına həssaslıqla riayət etmək mənasına gəlir. Ayrıca, axirətdə insana zərər verəcək, sonsuz bir əzaba gətirib çıxaracaq və dünyada da çətinlik, fəlakət kimi mənfi hallara səbəb olacaq əməllərdən çəkinməkdir. Nəfsi hər cür günah və üsyandan qorumaq mənasını da daşıyır. Həm də taqva ümumi bəşəri dəyərləri, fəzilətləri əldə etmə və bunların zidlərindən həssaslıqla qaçınmaqla da ifadə olunmuşdur. Biz həm insanlıq ailəsinin bir fərdi, həm də möminlər olaraq yaxşılıq və təqvada köməkləşmə şuurumuzu daima canlı tutmalıyıq. Qonşusu ac olduğu halda tox yatmağın doğru olmadığını xüsusilə vurğulayan bir peyğəmbərin ümməti olaraq insanlara qarşı məsuliyyət şuuru ilə hərəkət etməli və onların faydasına olan davranışlara yönəlməliyik. Yaxşılıq etmək və bu mövzuda köməkləşmək qədər pis əməllərdən çəkindirmək də bizim üçün əhəmiyyətli bir vəzifədir.
Və ən əhəmiyyətlisi də ayətdə olduğu kimi Allaha və axirət gününə inanmayan biri kimi etdiyimiz yaxşılıqları başa qalxmamaqdır. Şahidi olduğumuz pis əməlləri istər böyük, istərsə kiçik olsun, əlimizlə və ya dilimizlə düzəltməyə və meydana gələ biləcək pisliyə mane olmağa çalışmalıyıq. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm zalim da olsa, məzlum da olsa qardaşına kömək et buyurunca, ey Allahın elçisi, qardaşım məzlum isə kömək edərəm, zalim isə necə kömək edim deyə soruşulmuş. Rasulullah sallallahu aleyhi və səlləm də onu zülm etməkdən çəkindir. Sənin ona köməyin budur cavabını vermişdir. Zalıma kömək onun zülmünə mane olmaq olduğuna görə biz zalimin zülmünə mane olmaqla həm məzluma, həm də zalıma kömək etmiş olacağıq. Bizi yaradan Allah heç şübhəsiz bizim ehtiyaclarımızı və dünyada necə bir həyat yaşayaraq saadət, hüzur tapa biləcəyimizi də ən yaxşı bilən odur. Bu səbəblə izləməli olduğumuz yol Allah Taala'nın bildirdiyi xüsuslara riayət etmək olmalıdır. Allah Taala'nın bildirdiyi bu həyat tərzini və əxlaq modelini tətbiq edənlər həm dünyada, həm də axirətdə saadətə çatacaqlar. Allah Taala'nın bizə göndərdiyi gözəl əxlaqi qanunlardan biri olan yaxşılıq və təqvada köməkləşmə, pislik və düşmənçilikdə köməkləşməmə anlayışını həyatda olduğumuz müddətdə hər bir vaxt tətbiq etməyə çalışmalıyıq. Müsəlman, Allah Taala'nın əmrlərinə tabi olan, Quran əxlaqını həssaslıqla tətbiq edən, dünyanı abadlaşdıran, sülhü, sabitliyi və dincliyi üstün tutmaq üçün çalışan insandır. Ələ innə əhsənəl kələm və ablağan nizam, kəlam